Samir bəy, xoş gördük sizi. Xoş gördük Sevinç xanım. Kanalınızda sizə uğurlar arzulayıram Çox sağ və olun. abunəçiləriniz şanslıdır. Bilirəm ki, buradan çox şey öyrənəcəklər, maariflənəcəklər və bu addımınız həqiqətən də təqdirə layiqdir. Çox sağ olun, mən də təşəkkür edirəm. Məni bu yolda dəstəklədiyiniz üçün sizə də minnətdaram. Uğurlar. O zaman mən keçim suallarımıza. Doktor, insanlar ağrı hiss edəndə ilk düşündükləri adətən nə olur? İnsanların ilk ağrı dediyimizdə düşündüyü şey bizim belə deyək də, yəni bizə müraciət edən xəstələr arasında bizim xalqda öncə pis şeyləri düşünürlər əslində. Pis şeylər ağlına gəlir. Görürsən bunun altında nə var? Niyə mən belə ağrıdım? Altında pis xəstəlik mi var? Və yaxud da mən əməliyyat mı olacağam? Yəni bir qorxu, bir necə deyim, bir panikaya qatılma, belə panikaya qapılma ola bilər. Amma belə hər zaman ağrı bir pis xəstəlik demək deyil. Ağrı hər hansı bir yüngül bir xəstəlikdə də ağrı ola bilər və yaxud da ki, yüngül ağrın ola bilər, başqa bir ciddi bir xəstəlik ola bilər və yaxud da ağrın olmaya bilər, ciddi bir xəstəlik ola bilər, ağrın çox ola bilər, amma basit, yəni sadə bir xəstəlik ola bilər. Yəni ağrı hər şey demək deyil. Sadəcə olaraq insanlar ağrını başa düşmə, ağrını qəbul etmə, ağrı səviyyəsi fərqlidir. Yəni birisi bir ağrıya çox ciddi reaksiya verə bilər, o birisi isə o ağrıya az reaksiya verə bilər. Önəmli olan bir ağrımız varsa, bu ağrının səbəbi nədir, nədən ola bilər? Bunun üçün yəni düzgün bir şəkildə, yəni bir mütəxəssisə müraciət etmək, düzgün bir analiz olunması, ağrının səbəblərinin müəyyənləşdirilməsi. Yəni hər ağrı ciddi bir xəstəlik deyil və yaxud da ki, hər yüngül ağrı, yəni sadə bir xəstəlik deyil də. Yəni bunu ayırd etmək lazımdır. Əslində biz ağrıya təşəkkür etməliyik, belə baxanda elə deyilmi? Ağrı insanın bir bizə cavab xəbər, reaksiyasıdır, əlbəttə. Yəni bizə bir ağrı bizə xəbər bir verir. xəbər verir ki, burada nəsə bir problem var. Amma bu Necə problem ki, nədir? deyirlər ki, qorxu bizə yaxşı şeylər qazandırır. Onda belə baxanda ağrı da bizə yaxşı şeylər qazandırır. Öncədən bizə deyir ki, yəni daha pis şeylər ola bilər. Ağrı Üstünə düşdük. bizim əslində sinir sisteminin bir prosesə verdiyi bir cavabdır da, yəni bir siqnaldır. Biz o ağrının olduğunun araşdırmaq lazım. Yəni boş buraxmaq olmaz və səbəbin nə olduğunu araşdırmaq lazımdır. Həkim, fizioterapevt, reabilitoloqsunuz. Məlum məsələ sizə müraciət edənlər, belə deyim, oynaq, sinir, əzələ, bu kimi ağrılardan daha çox müraciət olunur sizə. Son illərdə müraciət edən pasientlərdə ən çox rast gəldiyiniz problemlər nə olur? Yəni təbii ki, öz sahəniz üzərində soruşuram. Mənə ən çox son zamanlar müraciət edən xəstələrin problemləri bel ağrılarıdır, boyun ağrılarıdır, qamət problemləridir, oynaq ağrıları, ən çox diz ağrıları, ayaq ağrıları. Yəni bu problemlərlə çox sıx rast gəlməyə başlamışıq. Doktor, adətən deyirdilər ki, yaşlananda ağrıyır da, adamın dizi yaşlananda ağrıyır. Məsəl üçün mən görürdüm ki, nənəm yaşlananda o qalın corabları artıq başlayıb, yəni belə deyim də, yaşlılarda daha çox görürdük oynaqlarını isti saxlama, qalın corab geyinmə. Amma indi sanki xəstəliklər də cavanlaşıb. Gənclərə baxırıq, hamısı skalyozdan əziyyət çəkir, boyunları ağrıyır, dizləri ağrıyır, oynaqlar ağrıyır. Bu nədən ola bilər? Yəni səbəb nədir ki, bu qədər bütün xəstəliklər gəncləşib, elə eynilə sizin sahədən də baxsaq? Ümumiyyətlə, yəni insanlarda 50-60 yaşdan sonra, yəni oynaq ağrıları, onurğa problemləri, yəni tez-tez rast gəlməyə başlayır. Və bunlar təbii ki, yaşlandıqca bizim oynaq, qığırdaq problemlərinə bağlıdır. Ondan sonra əzələ zəifliyi olur, buna bağlıdır. Lakin son zamanlar qeyd etdiyiniz kimi gənc yaşlarda, yəni 20-30 yaşlarda da biz bel boyun ağrıları, oynaq ağrıları görməyə başlamışıq. Bunun ən böyük səbəbi artıq gənclərdə yəni görülməsinin səbəbi daha çox oturaq həyat tərzidir. Çünki insanlar artıq işini, məsləyini oturaq, yəni iş məsləklərə yəni üstünlük verirlər. Kompüter başında, stol arxasında və yaxud da ki, telefonla yəni işlərini
həyata keçirməyə başlayıblar və bu da eyni pozisiyada uzun müddət qalmaq, yəni məcburiyyəti yaradır və insanlarda ona görə əzələlərdə gərginlik, əzələlərdə ağrı, eyni pozisiyada oturmağa bağlı, hərəkətsizliyə bağlı, beldə, oynaqlarda ağrılar əmələ gəlməsinə səbəb olur. İnsan elə bir varlıqdır ki, yəni insan daim hərəkətdə olmalıdır. Biz dədə-babadan, çox keçmişlərdən hər zaman hərəkətdə olmuşuq. Tarlalarda çalışmışıq, sahələrdə çalışmışıq, fiziki işlə məşğul olmuşuq. İndi isə gəlib ofislərdə passiv, hərəkətsiz həyata keçmişik və bu da bizdə yəni bir çox belə dediyimiz kimi onurğa, oynaq problemlərinə səbəb ola bilir. İndi bu gün biz bu oturaq həyat yaşayan gənci aparıb tarlada işlətsək, onda da başqa problem çıxmayacaq ortaya. Yəni ağır işdə işləmək təbii özü o da bir problemdir əslində. Yəni insan hani müəyyən bir belə deyək də gücü, qüvvəti var görə biləcəyi işi. Ancaq yəni ümumiyyətlə gənclik vaxtından yəni aktiv şəkildə işləməkdə fayda var. Məsələn, bizim gənc vaxtlarda mənim yadımdadır ki, biz rayon yerində torpaq sahəsində işləyərdik, əkərdik, bir şeylər yerlə belləyərdik, fiziki aktivlik olardı. Amma indi artıq bu şəkildə bunlar yoxdursa, ən azından gəncləri mütləq idmana təşviq etmək lazımdır. İdmanla məşğul olmalıdır. İnsanlar müxtəlif idman növləri, üzmə, nə bilim, fitness olsun, müxtəlif idman növləri, gimnastika Yəni aktiv falan həyat aktiv tərzi həyat deyək də, tərzi keçirməlidir. Heç nə bacarılmır, yürüyüş olmalıdır, fiziki aktivliklər var idi. Bilmirəm yadınızdadır yoxsa bizim məktəblərdə hər zaman səhər saat məsələn 8:30 radələndə bizdə gimnastika saatı vaxtı olardı. Yığardılar bütün uşaqları, hamı orada yəni gimnastik hərəkətlər edərdilər, toplu bütün məktəb. Yəni aktiv olmaq, hərəkətdə olmalıyıq biz. Biz hərəkətli bir varlığıq. Bizi bir yerə, bir qapalı məkana qapatırsaq bizdə mütləq problemlər gələcək. Bu sadəcə oynaq və əzələ problemləri deyil. Yəni oynaq, ağrı problemləri ilə yanaşı, yəni psixi problemlər, həzm problemləri, sinir problemləri, hər şey bunun ardınca gələcək. Balansı necə saxlayaq? Tutaq ki, biz gün ərzində hərəkətə nə qədər zaman ayırmalıyıq və oturaq həyata. Bunu balanslaşdırmaq mümkündürmü? Təbii bunu indiki bizim həyat şəraitindən baxdığımızda mümkündür balanslaşdırmaq. Necə bir şəkildə? Yəni hər bir insan, yəni gənc yaşlarda olan insan həftədə ən azı 4-5 dəfə məsələn bir idman məşğuliyyəti ilə, idmanla yəni məşğul olması lazımdır. Ən azı həftədə dediyim kimi 4-5 dəfə 1 saat, 1 saat yarım olmaq şəklində. Yəni üzə bilər, fitnessə gedə bilər. Əsas önəmli olan odur ki, o əzələ, o oynaq çalışsın və bunu mütləq vaxt ayırmaq lazımdır. İşdən sonra, dərsdən sonra, yəni bu fəaliyyətləri görmək lazımdır. Yoxsa yaşımız irəlilədikcə biz irəlidə, yəni ciddi bir şəkildə oynaq, onurğa problemləri ilə üz-üzə qalacaq. Elə ağrılar var ki, insanlar onunla yaşamağı öyrəniblər artıq. Belə deyək, artıq həyat tərzlərinin bir hissəsinə çevrilib. Belə götürsək, bəzən deyirik, canım ağrıyır. Elə kimi dindirirsən deyir ki, canım ağrıyır, amma o ağrını da tam gedib kökünə də gedib çıxmır ki, əslində canım ağrıyır deyəndə nədir o ağrıyan şey? Yəni belə absurd ağrılar da var. Bilmirsən harası ağrıyır, həmişə can ağrıyır insanın. Bir də konkret ağrılar var ki, daim ağrıyır və buna öyrəşir. İnsan ağrıya öyrəşərək yaşamalıdırmı, yoxsa mütləq gedib onu tapmalıdır çarəsini? Düzdür, buna əvvəl toxunduq, amma bir də bunu ayrıca bir çıxarış kimi etmək istədim. Yəni əvvəl dediyim kimi, təbii ki, biz yəni yaşımız irəlilədikcə bizdə oynaq ağrıları, onurğa ağrıları, problemləri yəni ola bilir. Ancaq mənim ağrıyıram, mənim qonşum da ağrıyır, nə olsun, bir şey olmaz və yaxud da ki, başqa birisində də var. Ağrı ilə yaşamağa öyrəşməliyəm düşüncəsi yanlış bir düşüncədir. İnsan yəni bir ağrıyan bir orqanı və yaxud da ağrıyan bir ətrafı varsa və yaxud da bir yeri varsa, onu mütləq üstünə düşməlidir. Səbəbi araşdırılmalıdır. Yəni niyə görə ağrıyır və artıq bilirsiniz ki, yəni nəticədə tibb yəni günü-gündən inkişaf edir. Əvvəl faydası, çarəsi daha doğrusu bilinməyən problemlərin, çarəsi olmayan problemlərin də artıq bir çoxunun çarəsi var. Ağrısızlaşdırma ola bilir, müalicələr ola bilir. Önəmli olan düzgün yanaşılıb, düzgün ağrının səbəbi təyin olunub, müəyyən olunub, ona görə aradan qaldırılması. Yəni insan
xroniki ağrı ilə yaşamamalıdır. Yəni maksimum şəkildə çalışılmalıdır ki, o xroniki ağrılardan azad olunsun. Doktor, müayinə zamanı elə olubmu ki, pasiyentin dediyi ağrının səbəbi tamamilə başqa yerdən qaynaqlanıb? Təbii ki, bu kimi hallardan biz tez-tez rast gəlirik. Məsələn, fizioterapiya sahəsində illaki belə şeylər tez-tez olur. Məsələn, xəstə gəlir, deyir ki, mənim çiynim ağrıyır və yaxud da ki, ayaq biləyim ağrıyır. Baxırsan ki, bu ağrı çiyin ağrısı deyil. Məsələn, boyundan qaynaqlanan bir ağrıdır və yaxud da ki, ayaq biləyində olan ağrılar orada yerli bir ağrı deyil, bellə fəqarası disk yırtığına bağlı olan ağrılardır. Burada önəmli olan odur ki, yəni pasiyent müraciət etdiyində onu düzgün müayinə edib ağrının səbəbinin nə olduğunu aşkarlayıb ona görə müalicə etmək. Məsələn, mən bir misal deyə bilərəm ki, bir xəstə gəlmişdi mənə, qolunda, çiynində ağrısı var şikayəti ilə və bu neyrocərrah tərəfindən boyun fəqarası disk yırtığı əməliyyatı olub gəlmiş ki, qoluna vuran ağrıdır. Amma mən müayinə etdim. Müayinə nəticəsində baxdım ki, bunun ən birinci problemi çiyindəki oynaq problemidir və çiyin MRT-si məsələn çəkildi. Orada məlum oldu ki, çiyin oynağında əzəllər yırtılıb, oynaq zədələnib və ən böyük ağrısı çiyindən. O yenidən getdi, travmatoloq tərəfindən əməliyyat olundu xəstə və ondan sonra ağrılarından qurtara bildi. Yəni həkimin yanaşması, öncəlikli müayinəsi, diqqətli müayinəsi, ağrının birincili səbəbinin müəyyən edilməsi çox önəmlidir. Doktor, biz öncə MRT-yə getməliyik yoxsa həkimə? Öncə xəstə həkimə müraciət etməlidir. Yəni MRT tək başına bir şey ifadə etmir. Həkim xəstəni müayinə etməlidir. Klinik müayinə deyirik biz buna. Xəstə ətraflı müayinə edildikdən sonra artıq həkimdə klinik bir diaqnoz, ya şübhəsi, ya fikri əmələ gəldikdən sonra onu həkim göndərməlidir ya laboratuvar, ya instrumental müayinələrə. O instrumental müayinələrdən biri də MRT-dir. Yəni xəstələrin öz başına və ya da öz istəyi ilə gedib bir MRT-dən çəkmək istəyirəm getməsi əslində bəzən onların yəni lazımsız bir MRT çəkdirdiyini görür və yaxud da ki, artıq məsrəf olur. Yəni ən yaxşısı düzgün bir şəkildə həkim tərəfindən yönləndirilməsidir, yəni. Eyni zamanda da elə bir gərəksiz təşvişə səbəb olur. Adam gedir, özü birbaşa MRT-yə girir və nə bilim bir-birindən soruşur ki, burada belə şey çıxıb. Çox adiləşib artıq. MRT-də çıxır ki, yırtıq var. Deyirlər ki, qrıjadır da, hamıda var. Mən də belə elədim. Nə bilim qonşuda filan bu yaxan adamlar var. Gedək orada biraz üzərinə nəsə qoyacaqlar, keçəcək. Ümumiyyətlə bu doğrudurmu? Öncelikle onu deyim ki, yəni ara həkimi deyə bir şey, yəni belə bir məfhum olmamalıdır. Yəni bu tamam bizə keçmişlərdən gələn bir şey ola bilər. Yəni insanlar nə deyim, yəni loğmanlar olub ya da bir müalicə edən bir insanlar olub. İndi onlar ali təhsil almadan görmə, öyrənmə üsulu ilə bir şeyləri öyrəniblər. Amma artıq dünya inkişaf edib, tibb dünyası inkişaf edib. Artıq hər şeyin kitabı var, yazısı var, qayda qanunu var, nə bilim guideline-ları var, yəni belə deyək. Yəni bir Alman vətəndaşını ara həkimlə müalicə etmək mümkündürmü? Yox. Bir fransızı, almanı, ingilisi ara həkimi müalicə edə bilməz. Amma maalesef ki, bizdə belə bir şeylər hələ də davam edir. Bir də siz bir şey vurguladınız ki, məsələn, gedib pasiyentlər özü MRT çəkdirir. Başlayır qonşudan soruşmağa, tanışından soruşmağa, məndə belə bir şey var idi, sən nə oldu? Mənim qrıjam bu qədər milimdir, səndə neçə milimdir? Bir-birinə müqayisə edirlər, yoxlayırlar. Məndə bu şikayət var, o var. Mən gedək filan yerdə filan şey yapışdırırlar dediyiniz kimi. Yəni bunlar əslində doğru bir şeylər deyil. Yəni məsələn, həqiqətən araşdırmalar var. Elə bir insanlar var ki, məsələn, onlara heç bir ağrısı olmadan MRT çəkilib, məsələn, deyəlim ki, bel nahiyəsinə, onlarda baxıblar ki, belində ciddi problemlər var, amma heç bir ağrı, heç bir şikayəti yoxdur. Və yaxud da tam tərsi, yəni ağrısı olan pasiyentə MRT çəkirsən, baxırsan ki, məsələn, orada fəqərası disk yırtığı yoxdur, ciddi bir şey şəkildə deyil, başqa bir səbəbə bağlıdır. Yəni, dediyimiz kimi bu MRT və yaxud da ki, gedib öz istəyi ilə bir MRT çəkdirmək, onu müqayisə etmək, yəni yanlış bir yanaşmadır. Hər kəs individualdır, hər kəsin ağrısı başqa bir səbəbdəndir. Yəni hamıya eyni müalicəni, hamıya eyni yanaşmanı tətbiq edə bilməzsən. İndividual yanaşılmalıdır, yəni. Sanki onlara inananlar da biraz şəfa tapırmış kimi gəlir. Yəni bilirsiniz necədir? Gəlir səni israrla inandırır ki, o ora nəsə edir və nəticə görürük. Amma olur da. Müəyyən müddət mi olur? Orada belə bir şey var, mən sizə bir dənə söz deyim. Orada psixolojik məqamlar çoxdur.
Birincisi insan xəstə, yəni mənim də yanıma gələndə mən baxıram, o xəstə mənə inanıb gəlirsə, o müalicə olunacağına inanıb gəlirsə, o müalicə olur. Amma o xəstə ki gəlir, ondan o danışığından, o hissiyatı alırsan ki, alıram ki, o sağalmayacaq. Onlar sağalmırlar. Yəni belə bir şey var. Və burada psixoloji məqam çox önəmlidir. Əlbəttə. Məsələn, sizə bir şey deyim gülməli. Bir xəstə mənə gəlirdi bel ağrısı ilə. Biz onu müalicə etdik. Ağrıları azaldı, getdi. Sonra illər sonra bu xəstə yenidən bir qarşılaşdıq, bir 2-3 il sonra. Dedi, doktor, sizdən sonra mən getdim, ağrılarım azaldı, rahatladım, amma 6 ay, 1 il sonra ağrılarım yenidən bərpa oldu. Tabii ki, bizdə bu, yəni bizim sahədə olan bu xroniki problemlər təkrarlana bilir. Yəni düzgün həyat tərzi olmaya bilər, yanlış bir şeylər edərsən, ağrılar arta bilər, yeniləyə bilər. Mən getdim filan yerdə, filan rayonda bir adam mənim belimə hər gün nə bilim bir yaxma yaxırdı, bir şeylər edirdi, nə edirdi. Mən ondan sonra rahatladım. Mən dedim ki, yaxşı siz neçə, mən də maraqlı gəldi də. Yəni belə istər-istəməz baxırsan, doğrudan görəsən nə ediblər yəni. Deyir ki, mən 13 ay mən ora hər həftə gedib gəlmişəm 6 bazar. Yəni 13 ay bu adam ora gedib gəlib. Yəni əslində bəlkə də ora bir pir kimi gedib gəlib. Bəlkə də ora bir nəsə bir müqəddəs bir yer kimi gedib gəlib. Yəni ki, ora getdiyi o şeydən əslində o oradan fayda tapmayıb. O bilirsiz nədən fayda tapıb? O orada mənəvi bir rahatlıqdan fayda tapıb. O ora gedəndə elə bir ki, necə deyim, yəni bir müqəddəs bir yerə gedib gəlib, içində özünü şəfalandırıb yəni bəlkə də. Yəni və tibbi nöqteyi nəzərdən də müəyyən müddət zaten vaxt keçdikcə, deyəlim ki, burada bir fəqərəarası disk yırtığı varsa, zaten zaman ərzində o azala bilər, kiçilə bilər, ağrılar rahatlaya bilər. Kəskin bir halda xəstə gəldi bizə, deyəlim ki, məsələn, ciddi bir ağrısı var, biz ona istirahət veririk, onun iynə dərmanlarını, deyəlim ki, tətbiq etdik, düzənlədik. 2-3 həftə istirahət etdikdən sonra görsən xəstə zaten yavaş-yavaş düzəlir. Hətta elə xəstələr olur ki, heç bir şey etmir, sadəcə dinlənir belə ağrısı keçir. Yəni 13 ay ora gedib gəlmək, oradakı o yapışdırılan qırın faydası deyil. Yəni yapışdırılan bir palçığın faydası deyil. Yəni başqa bir şeyin faydasıdır. Kaş ki onun qədər həkimə inansaydılar. Əlbəttə. Doktor, biraz da lazımsız diaqnozlara toxunaq. Bəzən çox lazımsız diaqnozlar qoyurlar. Lazımsız diaqnozlar çox qoyulur və lazımsız qoyularaq lazımsız müdaxilələr və yaxud da müalicələr tətbiq olunur. Məsələn, ən çox böyüklərdə deyəlim ki, bel ağrısına diaqnoz qoyulur. Səndə fəqərası disk yırtığı əmələ gəlib, bu yırtıq belində ağrı verir. Amma baxırsan ki, MRT-ni məsələn var, incəlirsən, bu ağrı buna bağlı deyil yəni. Bu ağrı tamamilə fərqli bir şeydir. Xəstənin ifadə etdiyi ağrılar buna bağlı deyil. Ola bilər orada kiçik bir nəsə başlanğıc səviyyədə bir deyəlim ki, biz ona balcing ya da bir protruziya var, amma ağrının səbəbi revmatolojik başqa bir xəstəlikdir və yaxud da ki, əzələ ağrısıdır və yaxud da ki, disfunksiyadır. Yəni bunu təsbit edilməsi düzgün olmalıdır. Və yaxud da ki, baxırsan çox kiçik yaşlarda, gənclərdə, yəni elə bir diaqnozlar qoyulub, yəni onlara elə bir şəkildə müdaxilələr, fizioterapiyalar olunur ki, yəni bunu sadəcə bu inkişaf prosesində ola biləcək bir şeylərdir. Bu inkişaf prosesində yəni o uşağın yəni bu normal inkişafıdır, normal gəlişimidir. Yəni 6 ayında, 10 ayında, 1 yaşında, 3 yaşında, 5 yaşında, 12 yaşında zaten ayaqda deyəlim ki bir deyəlim içə basma var, o düzəlir. Bud başların deyəlim ki çox bu dəqiqə var yayğın. Bud sümüyü başı inkişaf etməyib, ay nə bilim nə. Zaman ərzində zaten bu normal, bunu yəni normal inkişaf prosesi bu şəkildə gedir. Bunu indidən deyib niyə təşviş Yox, indidən deyib, o deyən adam onun normal anatomik bir gedişat olduğunu bilmir. Onu bir xəstəlik kimi, onu bir patologiya kimi verib, oradan xəstəyə gərəksiz fizioterapevtik prosedurlar uygulanır. Yəni çox gəlir bizə. Doktor bizə dedilər ki, bud başı inkişaf etməyib. Baxın, baxırıq. Yəni hər şey uşağın yaşına uyğun şəkildə inkişafı gedir. Heç bir defisiti yoxdur, heç bir hərəkət məhdudiyyəti yoxdur. Yəni və buna görə və yaxud da uşağın ayağında işte yastı pəncəlik deyiblər. Uşaqda 2 yaşında uşaqda skolyoz deyiblər. Ona fizioterapiya edirlər, neyirlər. Burada biz həkimlərin üstünə çox böyük məsuliyyət düşür. Yəni biz dediyimiz sözü, qoyduğumuz diaqnozu tam bilməliyik, bilmiriksə araşdırmalıyıq, konsultasiyalar etməliyik. Başqa həkimlərdən də məsləhətləşə bilərik.
və düzgün bir şəkildə xəstəyə tam əminliklə, yəni diaqnozumuzu və yaxud da ki, diaqnozumuzu qoyduqdan sonra düzgün müalicəmizi həyata keçirməliyik. Yəni xəstələrimizi belə deyək, yəni nəyinsə xətrinə yanlış, yəni müalicələr edib, yanlış onlara lazımsız prosedurlar, lazımsız bir şeylər uyğulayıb, yəni onları boşuna həm zamanını, həm maddiyyatını yəni xərcləməməliyik, yəni belə deyək. Bax, bu gün belə deyim də, həkimlərə artıq etibar azalır bir çoxuna. Bu da bax sizin qeyd etdiyiniz o yanlış diaqnozlar, nə bilim dərin düşünmədən atılan addımlar, nələrinsə xətrinə bir belə deyim də bir neçə ay davamlı pasiyentinə çevrilsin deyə bəzən bəli yanlış diaqnozlar qoyurlar. Bu da dediyim kimi getdikcə artıq həkimlərə etibarın azalması deməkdir. Ki bu gün nə qədər problemlər yaşanır, son olaylar, gündəmi, yəqin ki, tibbi gündəmi siz də izləyirsiniz də, bu tibb sahəsində nələr baş verir. Yəni bəzən həkimlər o qədər səhv edirlər ki, amma düşünmürlər ki, qurunun oduna yaş dayanır. Tutaq ki, siz işinizi insaflı görürsünüz, amma biri qalxır nəyinsə xətrinə və ya məşhurlaşmaq üçün elə şeylər edir ki, və ya heç o Hipokrat andı deyirlər də, biz həkimlərə müqəddəs baxırıq. Onlar and içiblər. Amma bu gün o anda heç də riayət etmir çoxları. Mən əminəm ki, yəni böyük əksəriyyət həkimlər buna əməl edirlər. Təbii ki, yəni ki, həkim olan, həkimliyi seçən insan, yəni bu sahəyə bir idealist olaraq gəlir. Məsələn, mən həkimliyi anam həkim idi. Mən həkimliyi anamda gördüm, anamdan seçdim. Gördüm ki, o insanlara şəfa dağıtır, xəstəliklərini müalicə edir, insanları sağaldır. Mən oradan həkim olmağa qərar verdim. Məsələn, mənim bacım da həkimdir, mənim oğlum da həkim olmaq istəyir. Yəni biz bu şəkildə insanlara, yəni bir idealist şəkildə gəlirik həkimlik. Yəni başqa arxasında başqa bir şeylər düşünmədən. Yəni ona görə əminəm ki, həkim peşəsini seçən insanların əksəriyyəti xəstələrinin, pasiyentlərinin yaxşı olmasını istəyir. Sadəcə olaraq biz bizim müəyyən bir çərçivələrimiz var, guideline-larımız var, kitablarımız var, sübut olunmuş tibb var. Yəni biz bunlara istinad etməliyik, referanslara, yəni biz çalışmalara, araşdırmalara istinad edib xəstələrimizə müalicə etməliyik, xəstələrimizə yanaşmalıyıq. Yoxsa hərə özündən bir metod çıxardaraq xəstəni, ay mən bunu 100% sağaldıram, ay mən bunu %100 sağaldıram. Yəni bunu bu şəkildə yanaşmaq olmaz. Yəni hərə öz metodu ilə deyə bir şey yoxdur. Yəni dünyanın, tibb dünyasının, tibb aləminin qəbul etdiyi protokollar var. Biz o protokollara əməl etməliyik. Biz pasiyentlərimizə o şəkildə yanaşmalıyıq. Düzgün kitablarımızda hər yerdə yazılan qayda qanunla, yəni kənara çıxmamalıyıq. Bəli, yəni belə deyək də, artıq həkimlər özləri elə etməlidir ki, həkimlərə qarşı aqressiya artmasın. Siz bir həkim, fizioterapevt kimi xəstəni sadəcə müalicə edirsiniz, yoxsa həyat tərzini dəyişməyə çalışırsınız? Hansı daha çətindir? Təbii, öncəliklə biz müraciət etdiyində pasiyentlərimizə o anda, o zaman ərzində onun problemini həll etməyə çalışırıq. Çünki, məsələn, belə deyək, bir bel ağrısı əmələ gəlibsə, bu birdən-birə əmələ gəlmir. Yəni, əvvəldən yığılaraq problemlər, 6 ay əvvəl, 1 il, 5 il əvvəl problemlər kiçik-kiçik başlayır və son anda ciddi bir şəkildə kəskin ağrılarla müraciət edir. Mənim həkim olaraq o anda məqsədim onun o ağrılarını sakitləşdirmək, onu rahatlatmaq, ona yəni normal həyatına qaytarmaqdır. Ancaq bundan sonra isə biz mütləq pasiyentlərimizə bildiririk ki, yəni bu vəziyyətin geriyə dönüşü üçün o öz həyat tərzini dəyişməlidir. Bunun yəni əmələ gəlmə səbəbi, deyəlim ki, məsələn, oturaq həyatdırsa, o aktivləşməlidir, idman məşqləri etməlidir. Deyəlim ki, müxtəlif idmanlarla məşğul olmalıdır ki, artıq o yaranan problemi bir daha yaranmasın və yaxud da kəskinləşməsin və müəyyən qədər də geriyə getsin, yəni geriləsin proses, yəni belə deyək. Mütləq belə deyim də, pasiyentinizi tanımalısınız. Tanımalıyıq, həyat tərzini Necə? dəyişməliyik. Məsələn, bir örnək deyimsə, bir pasiyent mənə bu yaxına müraciət edib, 40-lı yaşlarda bir kişi pasiyentdir, ciddi şəkildə obezdir, hərəkətsiz həyat tərzi sürür, bel ağrıları var, kəskin ayağına vuran ağrıları var.
Mən MRT-si də hazır çəkilib başqa bir həkim tərəfindən yönləndirilib fizioterapiya. Mən baxdım, fizioterapiyasını anlatdım, onun hal-hazırda nə edəcəyimiz barədə məlumatlar verdim, amma mən ona məsləhət gördüm ki, o mütləq yəni kilo verməlidir, aktivləşməlidir, hərəkətlərini şey eləməlidir. Məsələn, mən bunu xəstəyə anlatdım, ancaq xəstə ondan sonra görünmədi, yoxdur. Çünki o dəyişmək istəmir. O belə gedişatla artıq əməliyyat olacaq, əməliyyata gedəcək. Yəni düzdür, %100 demirəm, amma yəni ki, o dəyişmədikdən sonra qüsurlu dövranı davam etdirdikcə proses daha da dərinləşəcək. Sonra gedib başqa həkim axtaracaq ki, həkim Bəli, belə dedi, və buyurun məncə daha onun asan. özünün dediyi kimi mən gəldiyi artıq 5-ci həkim idim yəni. O həkimləri prosto gəzir sadəcə. Müalicə olmaq istəmir. Bu gün hansı belə deyim, sosial şəbəkəni açırıqsa, qarşımıza çıxır ki, 3 hərəkətlə bel yırtığını sağaldın. 5 dəqiqəyə boyun ağrısından qurtulun kimi, yəni videolar çoxdur, özünüz də görürsüz yəqin ki. Bunlar insanlara kömək edir, yoxsa daha da zərər verir? Əslində bu məncə düzgün bir yanaşma deyil. Nə anlamda? Çünki mən bayaq da bunu vurğuladım. İnsan individualdır. Hər birimizin problemi də individualdır, özəldir. Yəni mənim bel ağrımın, boyun ağrımın səbəbi başqa bir şey ola bilər, başqa birisininki isə başqa bir şey səbəb ola bilər. Yəni hamıya eyni hərəkəti edib, yox bunu hərəkət edək, boyun ağrılarından qurtulaq, bel ağrılarından qurtulaq, bu yanaşma düzgün deyil. Yəni tam tərsinə insanlar buna baxaraq, bunu edərək yəni problemini daha da ciddiləşdirə bilər və yaxud da ki, öz xəstəliyinin tez bir zamanda aşkarlanmasının qarşısını ala bilər. Yəni yaxşı olar ki, və yaxud da düzgünü odur ki, o problemi olan insan həkiminə müraciət etsin və həkimi tərəfindən ona düzgün müalicə, düzgün idman hərəkətləri verilərək müalicə edilsin. Yəni hamıya bu hərəkət faydalıdır deyə bir şey yoxdur. Bu yanlış bir şeydir. Gələk biraz da yuxu məsələlərinə. Bəzən deyirlər ki, yuxu probleminizi, yəni yuxusuzluğunuzu aradan qaldırın, bütün xəstəlikləriniz sağalacaq. Bu eynilə ilə ağrıya da aiddirmi? Yuxu problemimiz, yuxu ümumiyyətlə bilirsiniz ki, yəni bizim belə deyək, istirahət dönəmimiz, yuxu bizim şarj dönəmimizdir. Yəni o dönəmdə bədən mütləq 7-8 saat dinlənməlidir, yatmalıdır. Burada müxtəlif proseslər gedir. Yəni insan günün ərzində o 7-8 saat yuxunu yatmadıqda depressiya halları ola bilər, xoşbəxt olmur, mutsuz olur. Depressiv halların olması, mutsuz olması da onun ağrılarını artırmasına səbəb olur. Və bu sadəcə ağrı deyil, yəni ümumiyyətlə insanın həyat keyfiyyətini öldürür, həyat keyfiyyətini pozur. Yəni yuxu o qədər önəmlidir. Yəni yuxumuz nə qədər normal olsa, biz o qədər fiziki sağlam ola bilirik yəni. Daha başqa bir suala keçim. Deyirlər ki, stres əzələ ağrısı yaradır. Ümumiyyətlə əsəbləşmişəm, stressliyəm, əzələlərim gərginləşib. Bu həqiqətən də elədirmi? Həqiqətdir, Yəni bəli, tibbi bəli. tərəfdən Doğrudur, baxanda. əlbəttə. Yəni məsələn, örnəklə deyim, mənə bir deyəlim xəstə müraciət edir ki, beldə ağrısı var, beldə fəqərası disk yırtığı var. Ağrıları müəyyən müddət idi, azalmışdı, yaxşı idi, amma birdən-birə gəlir ki, doktor, mənim ağrım artdı. Soruşanda deyir ki, hə, mən 2 gün əvvəl bir stres yaşadım. O işdə bir problemim oldu, stres yaşadım, nə etdim? Mənim ağrım artdı. Ağrını artırır stres, əlbəttə. Yəni stres zamanı biz sanki o necə deyim, savaş moduna girmiş oluruq və bu da əzələ spazmlarını, əzələ sərtləşməsinə səbəb olur. Orada trigger pointlər əzələdə əzələ ağrı nöqtələri əmələ gəlir və bu da ağrıların artmasına səbəb olur. Ümumiyyətlə sinir sistemi də sanki əvvəl biraz daha az olan ağrını biraz daha yəni yüksək qəbul edir və xəstələrdə də belə bir hissiyat yaranır ki, ağrım artıb. Yəni ona görə də yəni ümumiyyətlə stressiz həyat, stressdən uzaq qalmağa çalışmaq və yaxud da ki, stresi idarə etmək, yəni çox önəmlidir. Bu Yəni stressiz sadəcə həyat mümkün deyil, amma stressi idarə etmək mümkündür. stresi idarə etmək mümkündür. Stresi, yəni öz həyatına mənfi təsirlərinin qarşısını almaq mümkündür. Təbii ki. Ağrıkəsicilərə toxunaq biraz. Biz əvvəldən də ağrıdan danışdıq, elə demək olar ki, söhbətimiz əsnasında çox toxunduq ağrılara, amma ağrıkəsicini unutduq. Biz ağrıkəsicini bir xilaskar kimi görürük və haramız ağrıdır, diş, baş, ayaq, nə bilim, ürək, hətta ürək belə ağrıyanda yenə də dərmana qaçırıq, ağrıkəsiciyə qaçırıq.
Doğrudurmu? Nə qədər xeyri var, nə qədər zərəri var? Yəni özümüz öz tərəfimizdən ağrı kəsici istifadə etməyimiz doğru deyil. Yəni belə deyək ki, yəni çünki ağrı kəsicilər də nəticədə yəni onlar da orqanizmə mənfi təsirləri ola bilir. Qaraciyərdən atıla bilir, böyrəkdən atıla bilir və buna görə də mədə-bağırsaq sisteminə mənfi təsirləri ola bilir. Yəni onu həkim nəzarəti altında yazılsa, həkim nəzarəti altında qəbul olunsa, təbii ki, daha yaxşı olar. Çünki o sadəcə o anlıq ağrını azaldacaq, amma onun hər hansı başqa bir yan təsirləri müəyyən müddətdən sonra üzə çıxa bilər. Məsələn, o qədər olur xəstə baxırsan ki, ağrılarından ötürü uzun müddətli ağrı kəsici içir və mədədə qastrit, xorux xəstəliyinə səbəb olur. Yəni düzgün bir şəkildə həkim tərəfindən təyin olunmalı. Doktor, fizioterapiyanın nə dərəcədə faydası var? Yəni olubmu ki, tutaq sizə göndərirlər artıq bu xəstə əməliyyatlıqdır, amma fizioterapiya ilə sağalda bilirsiniz onu. Bilirsiniz, artıq yəni tibb o nöqtədədir ki, yəni fizioterapiya və reabilitasiya bütün demək olar ki, ixtisaslarla yəni yan-yana, çiyin-çiyinə çalışan çox önəmli bir sahəyə çevrilib. Nə anlamda? Məsələn, biz sıx şəkildə travmatoloqlarla, neyroloqlarla, neyrocərrahlarla, terapevtlərlə çalışırıq. Yəni artıq bir çox xəstəliyin öncəliklə, yəni fizioterapiya, yəni konservativ dediyimiz müalicələri tətbiq olunur. Ancaq müəyyən zaman ərzində artıq deyəlim ki, məsələn, konservativ müalicədən fayda görmədikdə cərrahi müdaxilələrə, yəni müraciət oluna bilər. Və yaxud da ki, təbii ki, elə bir hallar var ki, orada acil cərrahiyə vaxtında müdaxilə çox normaldır. Ancaq yəni dediyimiz kimi artıq fizioterapiyanın, reabilitasiyanın önəmi son zamanlar ciddi bir şəkildə artmışdır. Cərrahlarımız da, başqa sahənin həkimləri də yəni fizioterapiyadan, reabilitasiyadan fayda görən bir çox insanlar, bir çox pasientləri görməkdədirlər. Ona görə də yəni birincili əməliyyatlar deyil də öncəlikli bir bəzi təbii ki, patologiyadan asılı olaraq öncəliklə bir konservativ müalicə, fizioterapiya ilə müalicə olunmağa yəni yönləndirirlər pasientləri. Artıq ondan sonra fayda olmasa və yaxud da ki, başqa bir problemlər olursa, o zaman əməliyyatlar icra oluna bilir və ikinci bir məqam müxtəlif neyrocərrahi, ortopedik, travmatoloji əməliyyatlardan sonra fizioterapiya və reabilitasiyanın önəmi çox ciddi bir şəkildə artmışdır. Çünki əvvəllər əməliyyat oluna bilməyən pasientlər, əvvəllər əməliyyat oluna bilməyən xəstələr artıq əməliyyat oluna bilir və bunların da yenidən sağlam həyata qayıtması üçün mütləq reabilitasiyaya ehtiyacı var və ona görə də yəni dediyim kimi son zamanlar bu sahənin önəmi ciddi bir şəkildə artmışdır. Sizcə gələcəyin ən böyük sağlamlıq problemi nə ola bilər? Hərəkətsizlik. Nə olacaq? Gələcəyin ən böyük problemi hərəkətsizlik. Bu tibbi problemə çevriləcək, hətta sağlamlıq problemi. Sağlamlıq probleminə çevriləcək. Yəni hərəkətsizlik, az hərəkətlilik, yəni hərəkətin önəminin anlaşılmaması, passiv həyat tərzi, bunlar bizdə sadəcə əzələ oynaq sisteminin deyil, dediyim kimi bütün sinir sisteminin, həzm sisteminin, ürək-qan damar sisteminin patologiyalarının ən əsas səbəbi olacaq. Yəni təkrar yenə vurğulamaq istəyirəm ki, hərəkət çox önəmlidir, aktivlik önəmlidir. Biz ümumiyyətlə aktiv bir varlığıq, hərəkət edən bir varlığıq, daima hərəkətdə olmalıyıq. Yəni passivləşdikcə, oturaq həyata keçdikcə bizdə dediyim kimi, yəni oynaq problemləri, onurğa problemləri, endokrin problemlər, ürək-damar problemləri, sinir problemləri, psixi problemlər əmələ gələ bilər və bunlar olmasın deyə, yəni mütləq yəni aktiv olmaq lazımdır. Ən azından heç nə bacarmırıq, yürüyüş etmək lazımdır. Təbii ki, yəni hər bir şeyin öz yəni əks göstərişləri və göstərişləri də var, amma yəni ki, həkim tərəfindən düzgün yönləndirilərək ola bilər. Hərəkətdə olmaq lazımdır, yürüyüş etmək lazımdır. Gənclər həftədə bir 4-5 dəfə idman hərəkətləri edə bilərlər. Orta yaşlı nəsil yenə ən azından bir 3 dəfə, 4 dəfə olmaq şəklində, yəni idman məşqləri, ağırlıq qaldırmalar ola bilər, yürüyüşlər ola bilər, üzmə ola bilər, velosiped sürmə ola bilər. Yəni bunlar hamısı bizə aktivlik verəcək, əzələ kütləmiz çalışacaq. Çünki biz müəyyən bir yaşdan sonra, 35 yaşdan sonra ciddi bir şəkildə əzələ kütləmizi itiririk və bu əzələ kütləmizi itirərək
biz yəni saydığım o problemlərin əmələ gəlməsinə səbəb oluruq. Əzələ kütləmizi qorumalıyıq. Belə bir deyim də var. Yəni insanın yaşama müddəti əzələ kütləsinə bərabərdir. Yəni sən nə qədər gəzirsənsə, ayaq əzələlərin nə qədər güclüdürsə, o qədər yaşayırsan. Yəni bu bir şeydir, həqiqətən və çox araşdırma var bu barədə. Beyin fəaliyyətinin belə ayaq əzələləri ilə bir-biri ilə bağlantılı olduğu sübut olunmuşdur. Məsələn, yaşlılıq demensiyasının, yəni beyində gedən atrofik proseslərin birbaşa ayaq əzələləri ilə də bağlantısı göstərilmişdir. İzləyicilərimizdən də istəyim odur ki, mənim kanalımı izləsinlər, abunə olsunlar. Mən burada daha maraqlı, daha lazımi, həyatımızda bizim iləridə baş verə biləcək hər hansı bir xəstəliklərdən qorumağın yolları, aktivliklə bağlı, hər xəstəliklərlə bağlı, problemlərlə bağlı məlumatlar verəcəm. Məni izləməyə davam edin. Mən sizə təşəkkür edirəm və uğurlar arzulayıram. Ümid edirəm ki, sözün əsl mənasında faydalanacaqlar. Mən də təşəkkür Növbəti edirəm. podkastda Çox sağ olun. görüşərik. İnşallah görüşmək üzrə. Sağ olun. Çox sağ olun. Təşəkkürlər.